Üzündə təbəssümün, gülüm mənim bəsimdir. Sənə ayrılaq desəm, bil ki, son nəfəsimdir. Ayda xanım, keçdiyiniz bu çətin, ağır hadisələr şəxsi həyatınıza təsir etdimi? Açıq bütün valideynlərin arzusudur ki, onun balaları ailə qursun, ailə uşaq yəsi olsun, xoşbəxt olsun. Siz düşündünüz ki, siz ailə qursaz bacarmazsınızmı? Bəli. Deyim. Amma siz mükəmməl bacarardınız, mükəmməl. Onu hamı deyir. Mükəmməl ana olardınız, mükəmməl həyat yoldaşı olardınız. Hətta həyat yoldaşınıza siz mükəmməl dost olardınız. Elə əslində insan sevdiyi insanla həm sirdaşı olmalıdır, həm dost olmalıdır, yeri gələndə qardaşı olmalıdır. Sizin daxili gücünüz onu qoymuyor. Özümdən qüvvətli kişi görmədim. Verim də daxili güc icazə vermiyor. Bəli. Ona görə də heç Allah da razı olmaz ki, bir insan başqasını bədbəxt eləsin. Olardı, bacarmazdıq. Mən deyərdim ki, ayrılaq, o ona ölümə bərabər olardı. Kim icazə vermişdi mənə ona? Ona görə də hamısından yaxşısı belə yaşamaq idi. Sevginizi ətrafa Deyir, verirsiniz. könlümün bağçasında çiçəyimsən, gülümsən. Sən mənim bu dünyada xəyali sevgilimsən.